Salam, hər vaxtınız xeyir az kanal izləyiciləri. Bugün İsmail rayon Cülyan kəndindən gözəl bir ev mülkü satışa çıxardırıq. İlk növbədə ev mülkündən əlavə birincisi həyətlə tanış eləyim. Həyət 13 sotdan ibarətdir. Gördüyünüz kimi çox səliqəli, baxımlı. Həyətdə bütün meyvə ağaclarından var və çox baxımlı bir bağdır. Gördüyünüz kimi ilk növbədə ağaclardan başlayaq. Bütün meyvə ağaclarından var. Gilası, armudu, alması. Hər bir ağacdan 3-4 sortda var. Həyətin dörd bir tərəfi gül əkilib. Fındıq ağacları və qonşuda hər bir tərəf yaşayışdır. Bax, bu evin belə həyətdən görünüşüdür. Həyətdə belə bir bisetkası, yay kuxunası, bax belə bir yay kuxunası var. Hər bir şərait qurulubdur. Stolu, sulu və buradan gördüyünüz kimi birbaşa oturub buradan elə bu dağın gözəl panoramasını görmək nəyə desəz dəyər. Gördüyünüz kimi bax, burada da üzüm ağacı əkilibdir. Yəni bar verəndir. Həyətdə 2 ev mövcuddur. Evin biri yəni qonaq otağıdır, qonaq evi deyək. 140 kvadrat 2 mərtəbədir. Nömrəsindən yəni 70 kvadratdır. Mansard tiplidir. Belə bir daş döşəməli, ilk növbədə darvazadan içəri girəndə. Həyətində sanuzeli, yəni həyət üçün nəzərdə tutulmuş hər bir şəraiti var. Və daxil olaq qonaq evinə. Hal-hazırda burada da usta işləyir, pol vurur, sıfırdan işlənir gördüyünüz kimi. Mətbəxi və burada əlavə avadanlıqlar qurlaşdırılacaq. Televizori, mebellər gəlib də artıq demək olar. Sadəcə burada ustanın işləməsi var. İstilik sistemi ümumi kombidir. Gördüyünüz kimi pilləkənlər şam ağacından yığılıb, çox keyfiyyətlidir. Və daxil olanda bu birinci yataq otağıdır. Qardirobu, yatacaqları var. Demək olar ki, hər bir otaqda 3 nəfər rahat yata bilir. Hal-hazırda hələ ki burada mebellər gəlir. Ümumi elə bir 6 nəfər yata bilir. Və burada da belə nastinəkə çıxmaq üçün gecə yanlı qalır. Və bu da pilləkəni. Bu da ikinci evimizdir. 115 kvadratdır. Buradan da sizə çox da maraqlanır ki, neçə daş üstündə tikilib. Bax, 2 daşdır. Bu padvalıdır. Pərdələrdən yəni görünür ki, yəni nə qədər keyfiyyətli bir tikiliş gedib burada. İstilik sistemi yenə həmçinin kombidir. Ev 5 daş üstündə tikilib. Pilləkənlər abilisovka, bu da balyanskadır, əl tutan yerləri. Və daxil oluruq evimizə. Daxil olanda ilk növbədə bax, buradan belə kombi sistemi olmaqla bərabər həm də burada İran kameni qoyulubdur. Hər ehtimala qarşı ki, ola bilər qaz az olanda kombi işləmir. Ona görə istifadə eləmək. İndi şükür Allaha ki, qazdan problem yoxdur. Hər şey qaydasındadır. Və bura mətbəx. Bütün avadanlıqlarla təchiz olunubdur. Yəni hər bir şey yerində. Sadəcə bu evə alan adam heç nə gətirmə ehtiyac yoxdur. Bütün mebel dəsti
Yəni evin içərisində qalacaq. Xüsusi yəni zövq ilə evin dizaynı verilibdir. Mebellər hamısı təzədir. Və bu qonaq otağıdır. İkinci divanı, kreslosu, televizoru. Yəni hər bir otaq üçün xüsusi yəni özünə uyğun mebel qoyulubdur. Bax burada da gördüyünüz kimi hər bir şey var. Baxın. Bütün mebelləri var. Deməlidən ev 2 yataq otağından, bir qonaq otağından, mətbəxdən və belə bir gözəl sanuzeli, jakkuzisi, havalandırma sistemi, hər bir şey var. Wi-Fi da var. Yəni birbaşa gir yaşa evdir. Maraqlananlar əlaqə telefonumuza zəng eləyib ətraflı məlumat ala bilərlər. Bütün evin sənədləri qaydasında, torpağın sənəd qaydasında, kupçası, hər bir şey var. Birbaşa alqı-satqıya getməyə qiyməti sonu 190.000 manatdır.